Hörmətli əməkdaşlar, bugün biz sizlə Microsoft Excel proqramında müxtəlif əməliyyatları yerinə yetirmək üçün lazım olan düsturların süni intellekt vasitəsilə tapılması, izah olunması qaydası ilə tanış olacağıq. Gördüyünüz kimi ekranımızda kifayət qədər iri həcmli və böyük məlumatları özündə ehtiva edən bir Excel cədvəli var. Sağ tərəfdə isə bu Excel cədvəlində yerinə yetirməli olduğumuz tapşırıqlardır. Gəlin hər hansı bir tapşırığı seçək və tapşırığın icrası zamanı lazım olacaq Excel düsturunun süni intellekt vasitəsilə tapılması qaydası ilə tanış olaq. Brauzerimizin axtarış sətrinə Formula Spot yazmaq lazımdır və Enter düyməsini sıxırıq. Qarşımıza çıxan ilk linkə klik edək və Login düyməsini sıxaraq biz əsas hissəyə daxil ola bilərik. Bu hissədən biz hətta məlumatların əks olunduğu faylları birbaşa platformaya inteqrasiya edə bilərik. Gəlin biz tapşırığımızı olduğu kimi bura əlavə edək və göndər düyməsini sıxaq. Daha bizə dəqiq məlumat verməsi üçün bizdən faylımızın olmasını istəyir. Biz isə onu sadəcə yaza bilərik ki, əgər faylımızı bura yükləmək istəmiriksə, təhlükəsizlik məsələlərinə və konfidensiallığa görə və s. o zaman sadəcə deyə bilərik ki, nümunə düstur yaz. Yəni bu tapşırığı yerinə yetirmək üçün nümunə düsturu necə ola bilər? Həmin düsturu yaz. Və gördüyünüz kimi həm nümunə düsturu yazır, həm də onun izahını verir. Baxa bilərsiniz. Gördüyünüz kimi biz demişdik ki, 2020-ci ilin son 6 ay ərzində Bakıda satılan monitorlardan gələn gəlirlərin cəmi. Bunun üçün SumX funksiyasından istifadə olunub. Bildiyiniz kimi Sum cəmi hesablayan bir düsturdur. Əgər orada müəyyən kriteriyalar varsa, bu zaman if'dən istifadə olunur ki, düzgün düsturdan istifadə olunub. Və baxsaq, ilk olaraq neyiniyib? Gəlirlərin olduğu sütun seçilib, bunu D sütunu ilə işarələyib simvolik olaraq ki, biz yəni rəqəmləri gəlirlər sütunundan toplayacağıq və biz hansı sütundan ki, rəqəmləri toplamalıyıq, ilk olaraq SumIf funksiyasında həmin sütunu qeyd edirik və daha sonra isə başlayırıq kriteriyalarımızı qeyd yazmağa. Misal üçün, kriteriyalarımızdan biri odur ki, Bakı olmalıdır. Yalnız Bakıda olan satışlardan söhbət gedir və Bakını yazıb, məhsulumuz mütləq monitor olmalıdır ki, kriteriyada monitor seçimini edib və bizim tarixi ilə bağlı da bir seçimimiz var ki, 2020-ci ilin son 6 ayı olmalıdır. Yəni, 2020-ci ilin 7-ci ayının 1-ci günündən tez olmadan və 2020-ci ilin 12-ci ayının 31-ci günündən gec olmadan. Yəni, tamamilə doğru bir şəkildə düsturu bizə təqdim etmişdir. Bugünlük bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.